Hamınızı çox sevirəm. Özünüzdən müğayət olun. Qəhrəman olmağa gedirik. Allah sizə can sağlığı versin. Zəng etməyin. Qəlbimdəsiz. Mesajını yazıb döyüşlərə yollanan Vüqar Nəcəfov 1988-ci avqustun 10-da Ordubad rayonunun Dırnız kəndində anadan olub. O, Ordubad rayon Dırnız kənd orta məktəbinin 1-ci sinifinə daxil olub. Orta məktəbi bitirdikdən sonra o, arzusunun dalınca gedir və Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olur. Ali Hərbi məktəbi bitirdikdən və bir il kurs keçdikdən sonra o, Beyləqan rayonunda yerləşən İnsarlı hərbi hissəsində leytenant kimi işə başlayır. Vüqar Nəcəfov 2014-cü ildə avqust ayında döyüş əməliyyatlarında iştirak edib. O, həmçinin aprel döyüşlərində də böyük şücaətlər göstərib. Vüqar Nəcəfov 2-ci Qarabağ müharibəsində Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. O, oktyabrın 2-sində Cəbrayılın Rüzgar kəndi istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Vüqar Nəcəfov hərbi memorial məzarlıqda dəfn edilib. Ailəlidir, 2 övladı yadigar qalıb. Döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin tarixli sərəncamlarına əsasən Cəbrayılın, Füzulinin, Xocavəndin azad olunmasına görə və cəsur döyüşçü medalları ilə təltif edilib.